Hal-hazırda xəyalınızın ardıca getmək üçün sizə nə mane olur sualına daha çox yazdılar ki, pul. Pulum yoxdur. Pulum olmalıdır. Pulum olmalıdır. Pulum olmalıdır. Pulum olmalıdır. Və o resursa çıxış startapda necə baş verir? Mən də ona oxşar suallar alıram. Hamısı bir yazır. 1000 manatım var, nə edə bilərəm? 10.000 manatım var, nə edə bilərəm? 15.000 manatım var, nə maşın alım? Mənə ən çox verilən sual. Sən sahən. Yəni 15.000 varsa maşın niyə alırsan ki? Eyni. Mən də o fikirdəyəm o barədə. O sualın cavabı çoxdur. Yenə də o olduğun yerdən, şəraitdən asılıdır. Biz indi Azərbaycan reallığından danışaq da. Deyək ki, Azərbaycan reallığında heç bir investor sən öz bu birinci layihəndirsə, təcrübən yoxdursa, sübut eləməmisənsə özünü, heç kim deməyəcək ki, əla idi, ya da gəl pul ver, dairəniz verdi sənə gedirəm. Və yaxud bank sənə kredit verməyəcək, investisiya ala bilməyəcəksən və s. Yəni sənin seçimin yoxdur. Sən eləyə biləcəyin iki dənə şey var. Ya o riski özün götürəcəksən, yəni nəyinsə varsa, mülkün, malın, nə bilim, telefonun, maşının, onu satacaqsan, o riski özün götürəcəksən. Riski götürməyə dedim, 90% sən o maşını yaddan çıxart. O ağılla o eləyirsən. O ağılla yox ki, bu 100% tutacaq yox. Riski qəbul etmək. Riski şuurlu şəkildə qəbul edirsən ki, mən bu ideya o qədər məni ilhamlandırıb ki, o qədər qaza gətirib ki, mən bunu eləməsəm, həyatımın axırınacan peşman olacağam. Yəni o cür bax düşlərin biz olursa, mən bunu deyəndə belə düşlərin biz olur. Çünki bu mənə tanış hissdir. Onda sən gedirsən, deyirsən, "Əbi, mən ömrümün axırınacan maşınsız gedəcəm, amma mən bunu eləməsəm peşman olacağam." O riski götürürsən və yola çıxırsan. Sonra sən sübut edəndə ki, sən proqres edirsən və bu iş alınır, onda o qarışqalar pesoka yaxınlaşan kimi hamı gələcək, o arılar bala gələn kimi hamı gələcək ki, "A, mənim də pulumu götür, ala mənimki ilə də elə. Mən də oradan hissə istəyirəm." Belə nüans var. İkinci nüans özünə yatırım. Yəni pul sənə niyə lazımdır? Deyir ki, pul mənim qabağımı kəsən şey puldur. Çünki sən pulla özündə olmayan keyfiyyətləri almaq istəyirsən. Yəni tutaq ki, komanda qurmalıyam, developer tutmalıyam, dizayner tutmalıyam, nə bilim, satıcı tutmalıyam və s. Onun vaxtını pulla almalıyam. Əgər sənin pulun yoxdursa, sən özündə bu bilikləri inkişaf elətdirib ondan başlamalısan.